Əhmədov qardaşları İrəvanın mərkəzində rahat gəzdiklərini, olduqları şəhər və kəndlərdə pis münasibət görmədiklərini deyirlər. Heç bir adam, məsəl üçün, bir negativ bir şey demədilər. Planımız var gələcəkdə, yəni havalar yaxşı olanda getmək istəyirik gənə. Yaşlı adamlar bilir, danışan kimi bilirlər ki, Azərbaycanlısan. Məsəl üçün, restoranda yemək yeyirdik. Yalnız masada oturan adamlar, məsəl üçün, deyirlər ki, məsəl üçün, noş olsun, belə, yəni onlar 100% bilirlər. Bəzi yerdə bir alış-veriş yerlərində deyirlər, nə millətsiniz, deyirdik Azərbaycanlı. Reaksiyalar necə olurdu? Yaxşı, normal. Vallahi normal. Ermənistanda rahat gəzmələrinə baxmayaraq həmyerlərimiz səfərdə çəkilən videoların sosial şəbəkələrdə yayılmasının onlar üçün problem yarada biləcəyini də deyirlər. Biz oradakı videoları reklam xarakteri çəkib eləməmişdik. Özümüzdən ötürü çəkmişdik. Öz qohumumuza yolladıq ki, bax, sonra da silmişdik. O da kiməsə paylayıb, bax, belənci video yayılıb. Siyasi xarakterli bir işə görə getməmişik. Öz doğulduğumuz yerləri getmişik ziyarət eləməyə. Heç düz olmadı da, o videolar yayılmamalıydı. Ermənistanın, məsəl üçün, hökumətindən də bizə yəqin ki, ziyan gəlməzdi orada. Müxalifətdir, orada cürbəcür başqa pis fikirli qruplar var. Onlardan 100% ziyan gələ bilərdi. Əhmədov qardaşları tezliklə yenə dədə-baba yurdlarına gedəcəklərini bildirirlər. Ağbabanın